Dünya bazarında Azeri Light markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,72 ABŞ dolları və ya 2,67% artaraq 104,4 ABŞ dolları təşkil edib. Dəqiq ekspert yazır ki, bu barədə reporta neft bazarındakı mənbə məlumat verib. Hərracıların nəticələrinə görə Brent markalı neftin avqust futureslərinin qiyməti 101,24 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,72 ABŞ dolları və ya 2,74% artaraq 101,98 ABŞ dolları təşkil edib. Azərbaycanın bu ilki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, Azeri Light neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb. Azərbaycanda bu markadan olan neft Azeri Çıraq Günəşli Yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin payı 31,65%dir.